Herkese salam değerli dostlar. Bugün mənim problem olarak gördüyüm bir mübahisənin açıklamasını vermək istəyirəm. Bir polemika. İddia budur ki, Mustafa Kemal Atatürk Azərbaycanı Rus ordusuna satıb və s. və s. Əvvəllər də bu barədə video çəkmişdim, amma görürəm ki, izləməyənlər olub və yaxud da yetərli təsirini göstərməyib. Buna görə də videonu biraz daha geniş mərcəkdən, geniş perspektivdən yenidən çəkmək və bu məsələyə yenidən dəyinmək istəyirəm. 1918-20-ci illər Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu, mövcudiyyətini davam etdirdiyi 2 ildir. Bu 2 il Türkiyədə vəziyyət bizdəki qədər belə çiçəklənən, xoşməramlı deyildi. Mondros mütarəkəsinin şərtlərinə əsasən Osmanlı ordusu 1-ci Dünya müharibəsində məğlubiyyətini qəbul etmişdi və bu mütarəkəyə görə, 7-ci maddəyə görə ixtilaf dövlətləri, yəni İngiltərə, Fransa, İtaliya və Rusiya hər hansı bir Osmanlı bölgəsinə strateji bir təhdid algıladıkları, gözlədikləri təqdirdə ordu yeridə bilərdilər. Və buna da Osmanlı hökumətinin qarşı çıxmaq, etiraz etmək haqqı yox idi. Çünki faktiki olaraq Osmanlı dövləti məğlub bir dövlət idi. Məğlub olmuş bir ölkənin də təbii olaraq iqtidarı əlində saxlayacağını gözləmək ayrı-ayrı məntiqsizlikdir. Osmanlı sərhədlərindən içəriyə bu şərtlərdən istifadə edən İngilis ordusu doluşmağa başladı və Osmanlı hökumətinin buna qarşı heç bir etiraz edə bilmirdi. Sadəcə diləkçələr verilir, yazılır, amma bu diləkçələrə də düz əməlli cavab verilmirdi İngilis qoşunları baş qərargah rəisliyi tərəfindən. Bu səbəbdəndir ki, Osmanlı ordusu həmçinin həmin müqavilənin, daha doğrusu atəşkəsin şərtlərinə əsasən öz silahlarını təslim etmişdi. Osmanlı ordusunun fərqli-fərqli cəbhələrdəki ordu qrupları tamamilə parçalanmışdı və dağıdılmışdı və buna da edəcəyinə dair Osmanlı təminat vermişdi Mondros mütarəkəsində. Bu hadisələr olub bitərkən Osmanlının da silahını buraxdığı bir dövrdə İngilislərin həmin müqavilənin şərtlərinə səmimi olaraq əməl etməmələri və öz lehlərinə istifadə etməyə çalışmaları səbəbindən İngilis ordusu cənubdan və qərb tərəfdən Yunanları da fiştikləyərək, belə deyək də, ağızlarını sulandıraraq təhrik elədilər Türk torpaqlarına hücum etmək üçün. Və türklərin əlində qalmış bölgələrin də tamamilə zəbti hədəflənmişdi. Bu hadisələr baş verərkən də 1919-cu ildə Mustafa Kemal Paşanı Sultan Vəhdəddin Anadoluda Rumların türklərlə bəzi kəndlərdəki toqquşmaları məsələsi ilə bağlı Samsuna göndərdi. Əslində göndərməsinin səbəbi Samsunda baş verən hadisələrdə türkləri ittiham etmək idi. Çünki İngilislər Vəhdəddini sıxışdırırdılar ki, sizin türk millətindən olan insanlar Anadoluda Rum millətindən olanlara, yəni Qrek kökənli, Yunan kökənli və ya erməni kökənli insanlara qarşı haqsızlıq eləyirlər. İngilislər əllərinə keçən bütün bəhanələrdən istifadə eləyərək türk millətindən olanları sıxışdırmağa çalışırdılar. Bu hadisələr baş verərkən də hələ Cümhuriyyət qurulmamışdı. Belə bir vaxtda Atatürk, daha doğrusu Atatürk adını almazdan əvvəl Mustafa Kemal Paşa müəyyən bir hərbi vəzifə ilə birlikdə Anadoluya göndərildi və Samsuna çıxdı. Samsuna çıxdıqdan daha sonra Mustafa Kemal Paşa çox öncədən fərqinə vardığı hadisəni doğru şəkildə təhlil eləməyə başladı. Başa düşdü ki, Sultan Vəhdəddindən türk millətinə xeyir gəlməyəcək. Xeyir gəlməyəcəyi üçün də bu milləti başqa yolla xilas etmək lazımdır. Səltənət səbəbindən necə ki, İxtilaf və Hürriyyət Partisi o dövrdə İttihat və Tərəqqinin çəkilməsindən sonra Sultan Vəhdəddinin ətrafında birləşmişdi və bu adamlar İngilis mənafeyinə xidmət edirdilər, mandacı əqidəyə sahib idilər, xilası sadəcə İngilislərin dediyi ilə oturub durmaqda görürdülər. İngilislərin dediyi şeylər də türk millətinin və yaxud da türk irqinin lehinə olan şeylər deyildi. Atatürk də bunları gördüyü üçün bu insanlarla bir iş etməyə mümkün olmadığına qane oldu. Əvvəl Sivas, daha doğrusu Erzurum kongresini çağırdı və belə bir diləkçə yazıldı ki, kongres tərəfindən həm digər hökumətlərə, həm də Osmanlı hökumətinə Şərqi Anadolu əgər Osmanlı imperiyası ilə ixtilaf dövlətləri arasında bir sülh müqaviləsi bağlanarsa, ermənilərə peşkəş çəkilə bilməz. Çünki Ərzurumdur, Ərzincandır, bu kimi bölgələrdə türklüyün izləri hələ də davam etməkdədir.
türklük burada etnik azlıq deyil, tam tərsinə etnik çoxluqdur. Ermənilərin də bu bölgələrdə tarixi haqları yoxdur. Bu iddialar əsas götürülərək Erzurum Konqresində Qurtuluş Savaşının ilk təməlləri atıldı. Qurtuluş Savaşının ilk təməlləri atıldıqdan sonra Sivas Konqresinə gedən yolda Sivasda artıq sadəcə Şərqi Anadolu deyil, bütün Trakya və Rumeli, yəni Osmanlının əlində qalmış bütün torpaqlara, ən azından Türk millətinin yaşadığı bütün ərazilərə qarşı-qarşına sahib çıxmaq əsas konjektura olaraq götürüldü. Bundan sonra da faktiki olaraq Anadoluda yeni bir hökumətinin qurulması prosesini müşahidə edən ingilislər başa düşdülər ki, Osmanlı rejimini, yəni İstanbuldakı o ixtilaf və hürriyyətçilər var, Damad Ferid Paşa var, bunların çörəyini yağ sürtən digər mandacılar var. Qurtuluşu sadəcə İngiltərədə görən mandacılar da yox idi bu arada. Amerikaya meyl eləyənlər də var idi. Adamlar deyirdilər ki, biz Amerikanın vassalı olaq və ya İngiltərənin vassalı olaq. Bu sayədə də necə deyirlər, müharibənin bizim üstümüzə yüklədiyi ağır şərtlərdən xilas olaq. Adamlar bunu deyirdilər. Deyirdilər ki, ingilislər nə desə biz onu etməliyik ki, bu insanlar bizə qarşı döyüşməsinlər. Bu insanlarla biz bir şəkildə sülh bağlayaq. Adamlar nə desələr biz də onu eləyək. Bu da dediyim kimi Türk millətinin lehinə olan bir şey olmadığı üçün konqreslər sonrası Cümhuriyyətə gedən bir yol götürüldü. Bu hadisələr gedərkən də Yunanlar İzmirə 200 minlik ordu çıxartmışdılar. Faktiki olaraq Yunan ordusu Qərbi Anadoluda hücuma keçmişdi. Girdikləri Türk kəndlərində Türk qızlarına təcavüz edirdilər. Türk millətindən olanları qətlə yetirirdilər və həmin bölgələrin Yunan torpağı olduğunu iddia edirdilər və Avropa dövlətləri qarşısında da Paris konfransı olsun, digər konfranslar olsun deyirdilər ki, Türklərin bura axın eləməsindən əvvəl bura Yunan torpağı idi. Biz tarixi torpaqlarımızı geri almağa çalışırıq və açıq-aşkar bunu etməyə çalışarkən genosid həyata keçirirdilər. Və Türk millətinin də silahları Mondros mütarekəsinin şərtlərinə əsasən əlindən alındığı üçün Mustafa Kemal Atatürk'ün bir şəkildə bir yerdən silah təmin etmək məcburiyyəti var idi. Faktiki olaraq döyüşəcək adam yox idi. Çünki ordu birlikləri dağıdılmışdı. Müqavilə atəşkəsin şərtlərinə əsasən. Döyüşəcək də silah yox idi. Silahların hamısı İngilis ordusuna təhvil verilmişdi. Və bu adam Türk millətini silahlanmaya dəvət elədi. Qüvva-i Milliyə dəstələri yaradıldı. Bu dəstələr vasitəsilə mübarizənin təməlləri atıldı. Daha sonra da Qüvva-i Milliyə birliklərindən nizami orduya keçid prosesi baş verdi. Bu proseslər olarkən də dediyim kimi silahlar təhvil verildiyi üçün inanılmaz bir silah qıtlığı var idi. Silah qıtlığı olduğu üçün də Türkiyənin bir müttəfiqə ehtiyacı var idi. Cənuba İtalyanlar ordu çıxardıb Antalya tərəfə. Digər tərəfdən fransızlar Cənub-Şərqi Anadoluya ordu çıxardıblar. Suriya onsuz da fransızların əlindədir. Şərqdə kürdlərin üsyan meylləri, prosesləri gedir. Bəzi kürdlər ingilislərlə kontakt yaratmağa çalışır. Erməni məsələsi tam həllini tapmayıb. Oradan Kazım Qarabəkir Paşa ermənilərlə gah danışır, gah vuruşur. Şimaldan Gürcülərin Ardahan'a, Artvinə torpaq iddiaları var. Yunanlılar qərbdən ordu çıxardıblar İzmirə. Belə bir vaxtda türklərə lazım olan, Türkiyə türklərinə lazım olan tək bir şey var idi, silah. Silahı kimdən tapa bilərlər? Rusiya. Nədir bunun səbəbi? Bunu da açıqlayım. Birinci Dünya müharibəsinə Rusiya imperiyası, Çar Rusiyası faktiki olaraq İngilislərin və fransızların müttəfiqi olaraq daxil olmuşdu. Bolşeviklər Lenin gəlib Rus çarını devirib güllələdəndə Lenin İngilislərin müttəfiqini devirdiyi üçün avtomatik bolşeviklər, inqilabçılar, 1917-18 inqilabçıları İngilislərlə düşmən mövqeyə keçdilər. Fransızlarla İngilislər dedilər ki, sizə görə bizim müttəfiqimiz devrildi və məğlub oldu, müharibədən çıxdı. Leninin İngilislərə qarşı müttəfiqə də ehtiyacı var idi bu arada. Çünki Ruslar da eyni anda həm fransızlarla, həm ingilislərlə döyüşürdülər. Həm də İtalyanlarla mübarizə aparırdılar həmin dövrdə. Və belə bir nüans yarandı ki, Mustafa Kemal Atatürk baxır ətrafına. İngilislərə qarşı kimdən silah ala bilər? Rusiya, Lenin, bolşeviklər. Təmas qurulur, diplomatik görüşmələr həyata keçirilir.
qarşılıqlı razılaşmalar əldə olunur və bu razılaşmalar əsasında da hətta Azərbaycan Xalq Cümhuriyyətinin süqutu sonrasında da bu danışıqlar gedir. Bilirsiniz, Cümhuriyyət Türkiyədə 23-də qurulur. Bizim Cümhuriyyət süqut eləyəndən 3 il sonra. Və bu hadisələr baş verərkən Yusuf Kemal Tengirşenq var. Türkiyənin Rusiyadakı səfiri, diplomatik danışıqlar üçün gedir. Adam gedir Leninə, Stalinə deyir ki, Naxçıvan bölgəsinin və müsəlman türklərin etnik olaraq çoxluq təşkil elədiyi Qafqaz bölgəsinin torpaqlarını ermənilərə verməməlisiniz. Ələlxüsusda Naxçıvan məsələsində xeyli israr edir ki, biz bu Moskva 1921 Moskva müqaviləsinin sonrakı dönəmlərdəki təsirini görməkdəyik bu arada. 1988-ci ilə kimi Zəngəzurdan tut Qarabağa, İç Qarabağ, Dağlıq Qarabağ bölgəsi veriblər həmişə. Torpaq verə durublar. Sovet Rusiyasının təsiri ilə. İndi sual verirəm, niyə Naxçıvanı vermədilər? Niyə Dağlıq Qarabağı verildi? Niyə Ağdərə verildi? Niyə Zəngilan verildi? Hətta niyə Zəngəzur verildi? Amma və lakin Naxçıvan verilmədi. Niyə? Çünki Mustafa Kemal Atatürk müqavilənin şərtlərinə Naxçıvan barədə maddə əlavə etdirmişdi. Bu barədə Kazım Qarabəkirə də göstəriş verilmişdi, Yusuf Kemal Tengirşenqə də təlimat vermişdi. Faktiki olaraq Atatürk, baxmayaraq ki, bolşeviklərdən başqa silah alınacaq qapısı yox idi, ona rəğmən Azərbaycanı düşünmüşdü. Düşündüyü üçün də Naxçıvanın üzərində bugün Azərbaycan bayrağı dalğalanır. Erməni bayrağı yox, ikinci bir İrəvan faciəsini yaşamırıq Naxçıvanda. Və Türkiyə ilə quru bağlantımızı da itirməmişik. Və bütün bu hadisələr olub bitərkən Mustafa Kemal Atatürkün ruslardan başqa silah dəstəyi alacaq bir tərəfi yox idi. Təqdiri ilahi bu dəstəyi almağa çalışdı və bu dəstəyi alarkən də belə bir problem çıxdı ortaya, polemik problem. Biz necə edə bilərik ki, quru bağlantısını təmin edək? O quru bağlantısının vasitəsilə bolşevik dəstələri həm gəlsinlər, bizim döyüşdüyümüz ordulara qarşı bizə dəstək olsunlar, həm də bizə silah versinlər. Bu quru bağlantısı problemi, polemikası səbəbi ilədir ki, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinə müraciət edildi. Türk ordusuna dəstək üçün gələn bolşeviklərin bu bölgədən keçməsi üçün necə deyirlər, bir istək, bir təklif yaxud da bir tələb ortaya qoyuldu. Bu olarkən Türkiyənin məqsədi Bakını ruslara satmaq deyildi. Adamlar 5 dənə dövlətlə döyüşür. Qərbdə İzmir cəbhəsinə Yunanlar ordu çıxardıb, cənubda İtalyan qoşunları var. Fransızlar Suriya tərəfdən girə-girə dururlar İç Anadolu bölgələrinə. Şərqi Anadoluda İngilislər Kürdləri təhrik eləyir, üsyan qaldırılmaları üçün. Digər tərəfdən ermənilər var, digər tərəfdən nə bilim Gürcülərin torpaq iddiaları var. Allahın Bolqarıstanı belə torpaq qopartmağa çalışırdı o dövrdə. Bu vəziyyətdə olan bir ölkəni gəlib də Atatürk Rus ordusunun Azərbaycandan keçməsi vasitəsilə Azərbaycanı Rusiyaya satdı demək axmaqlıqdır. Beyinsizlikdir, başqa açıqlaması yoxdur. Türkiyə faktiki olaraq 5 dənə dövlətlə döyüşür, Mondros müqaviləsinə görə silahlarını təhvil verir. Silahlarını təhvil verdiyi üçün də silah almaq üçün Türkiyədən başqa bir alternativi yoxdur və siz də gəlib deyirsiniz ki, Türkiyə Azərbaycanı satdı. Yoxdur elə bir şey. Başqa yolu yox idi adamın. Quru sərhəddi bağlantısı olmadığı üçün adam bir şəkildə silahı əldə etməli idi. Etməyə də çalışdı. Amma bunu edərkən Atatürkün məqsədi Bakını satmaq deyildi. Rus ordusunu Azərbaycandan keçərək Naxçıvan tərəfdən Zəngəzur dəhlizi vasitəsilə indiki adı ilə desək, Türkiyəyə iltisaqı və Türkiyədəki cəbhələrdə, Anadoludakı fərqli cəbhələrdə, qərbdə və yaxud da cənubda Türk ordusuna dəstək olması planlaşdırılmışdı. Hətta silah yardımı planlaşdırılmışdı. Bu məsələdə də Atatürkü ittiham eləmək məntiqsizlikdir. Siz baxırsınız Azərbaycan Cümhuriyyəti perspektifindən tamam eyvallah da, adamlar 5 dənə dövlətlə döyüşür. Sənin cümhuriyyətini satmaq səncə adamların həşirindədir. Ola bilməz belə bir şey.